heç nə xatırlamıram. Bu normal deyil. Nəysə, bir gün imtahan hazırlaşırıq. Deməli, uşaqlar, beynimdə çox qəşəng bir kombin var, elib gəlirəm. Demək, bunu xatırlayırsınız? Bəli, kasıblıq insana çox böyük bir kreativ. Nəysə uşaqlar, demək, bildiyiniz kimi, bu növ ətəklər bu il dəbdədir. Mən də əlbəttə ki də yeni bir ətək alacağıma əlimdəkiləri dəyərləndirdim. Niyə? Çünki tələbəyəm. Demək, bunu aksesuarlarla süsləyəcəyik. Əlbəttə ki, 2 gözümün çəyi bu yay boynumun əsla çıxartmayacağım o səbəb. Başlarımın rəngini açmalıyıq uşaqlar üzrə. Şöyle. Ola bilər, mən bu tərəfdəki çolkamı arxaya atmaq sevirəm deyə. Kombinim haqqında nə düşünürsünüz? Mən burayı istəyirəm. İmtahana kəsiləcəm kombindir bu. Ayda heç nə xatırlamıram. Bax, bunu deyəndə çox stresə girirəm. Gedim metoda biraz da oxuyum. Bu problem tək məndə yoxdur bilirəm, amma beynim əsla tək bir iş görə bilmir. Məsələn, bu dəqiqə video çəkirəmsə, bu dəqiqə video çəkməlidir də, beynimdə də bu proses davam eləməlidir də, normalda düz deyil. Amma mən beynimin içərisində başqa şeylər fikirləşirəm. İmtahanda nə edəcəyimi fikirləşirəm, işdə nə edəcəyimi fikirləşirəm. Dünənləri imtahanda hazırlaşanda beynim 5 dəqiqə susmadı da. Otururam məsələn işləmək üçün, ideya gəlmir. Amma belə salaq saçmaq bir yerlərdə birdən belə ideya gəlir. Yatdığım yerdə ideya gəlir. Yəni çox dəxilsizdir. Yatdığım yerdə gələndə dərd yarır, amma dərsin ortasında gələndə sinir olursan. Mən hazır. İmtahanda mənə uğurlar arzulamaq unutma, çünki biraz çox ehtiyacım var. Öpürəm sizi. Sağ olun.